Əlbəttə, burada konkret olaraq sistemli və planlı şəkildə belə deyək, müharibəyə hazırlıq işləri həyata keçirilir. Biz bunu görürük. Təsəvvür edin, kütləvi şəkildə silahlanma, hərbi təlimlərin davam etməsi, Avropadan, Avropa İttifaqından konkret dəstəyin alınması, Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və beynəlxalq aləmdə Azərbaycanın gözdən salınma planlarının, dezinformasiyaların həyata keçirilməsi. Bundan başqa, sərhəddə tez-tez atəşkəsin pozulması, Azərbaycana qarşı hərbi təxribatların həyata keçirilməsi və xüsusilə də Avropa İttifaqının o dırnaqarası missiyasının fəallaşması. Hətta görürsünüz, bir qədər əvvəl biz o məlumatı da eşitdik ki, Fransa bu missiyanın sayının artırılması ilə bağlı müəyyən gözləntilər belə deyək, açıqlayır ki, kaş bu missiyanın belə deyək, sayının artırılmasına biz nail ola bilək. Mümkün ehtimal var yaxın gələcəkdə Fransanın indiyə qədər təkidi ilə bu. gündüz azmış kimi, indi gecə növbəsinə də çıxıb yeni təxribatlar törətməyə çalışırlar. Təsəvvür edin, mən xatırlamaq istəyirəm, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti Cənab İlham Əliyev belə bir bəyanat səsləndirdi ki, Bakıda keçirilən qlobal forumların birində həmən o mülki missiya, o dırnaqarası missiya Azərbaycan sərhədlərini ona görə müşahidə edir ki, konkret boşluq axtarırlar ki, haradan biz hücuma keçə bilərik. Yəni, haradan biz hücuma keçib müəyyən nəyəsə nail ola bilərik. Əlbəttə ki, bugün Azərbaycan qüdrətli orduya malikdir. Azərbaycan ordusu şərti sərhədlərimiz boyunca çox peşəkarcasına sıx, belə deyək, güclü bir müdafiə qrupdur və burada hər hansısa bir Ermənistanın hücum belə deyək, həyata keçirərək nəyəsə nail olmasına heç cürə belə deyək, Azərbaycan ordusu imkan verməyəcək.